Bu videoda sizinlə bərabər iç-içə dövrlərə baxacağıq. İç-içə dövrlər nədir? Bir forun içində başqa bir forun istifadə olunmasıdır və yaxud bir forun içində başqa bir varilin istifadə olunması. Yəni, bir dövrənin içində başqa dövrlərin istifadə olunmasıdır. Bunlar necə olur? Biz bir for yazırıq. Məsələn, i bərabərdir 0, i kiçikdir, tutaq ki, 5-dən i++. Sonra bunun içərisində başqa bir dənə də for yazırıq. Başqa bir dənə də for. Burada başqa bir məsələ var. Burada i yazdıqca, yazdıq sayı. Burada ikincidə i yazmağımız problem olar. Burada başqa bir dəyişən yaza bilərik. Məsələn, j. Tutaq ki, j bərabərdir 0, j kiçikdir 5-dən, j++. Məsələn. Bu tip məsələlər bizim harada qarşımıza çıxır? Niyə iç-içə dövrlərə ehtiyac var? Məsələn, belə bir nümunə göstərə bilərəm sizə. Biz daha əvvəl birdən yox, məsələn, 5-in vurma cədvəlini çap eləmişdik. Tutaq ki, necə çap eləmişdik? For bərabərdir 1, i kiçik bərabərdir 9, i++, yazırıq konsol log. Nə yazırdıq burada? Biraz yazı hissəsi də var idi. Daha doğrusu 5 vuraq i nə idi? Plus i plus bərabər işarəsi plus 5 vuraq i. Bununla nə olurdu? Baxaq. Efendim yeniləyək, sonra konsola açaq. Baxaq. Bununla da gördüyümüz kimi 5 vur 1, 5, 5 vur 2, 10, 5 vur 8, 5 vur 9. Bu qaydada gedirdi. Yəni, bu qaydada tapırdıq. 5-in vurma cədvəli 5 vur ifadəsi çap olunurdu. Sonra yanında i çap olunurdu. Yəni, məsələn 1. Ondan sonra bərabər çap olunurdu. Sonra 5 vur 1 çap olunurdu. Alınırdı 5. Nəticədə 5 vur 1, 5 vur 2, 5 vur 3 bu qaydada çap edirdik. Yaxşı, bəs biz bütün ədədlərin vurma cədvəllərini çap edə bilərik. Bunun üçün nə edə bilərik? Məsələn, foru kopyalaya bilərik. İlk ağla gələn şeylərdən biri. Məsələn, burada da 5 üçün eləmədik. Burada da 6 üçün eləyərik. 6 üçün. Gördüyümüz kimi 5 üçün çıxartdıq, 6 üçün çıxartdıq. İşlədir. Amma burada, məsələn, 9 ədədin hamısını bir-bir yoxlamaq, yazmaq uzun olur. 9 dənə for yazmalıyıq, məsələn. Düzdür ki, real proyektlərdə bunu eləmək çətin olur. Milyonlarla məsələn, dövrlər tələb oluna bilər ki, onu eləmək çətin olur. Baxın, bunun üçün də iç-içə forlardan istifadə olunur. Burada, bunun içində bir dəfə də yazırıq ki, for, məsələn, biz dediyim kimi, birdən bütün ədədlərin vurma cədvəlini çıxartmaq istəyirik. Burada yazıram, j bərabərdir 1, j kiçik bərabərdir 9-dan, j++. J bərabərdir 1, j kiçik bərabərdir 9, j++ yazdıq. J++ yazdıq. Burada, artıq burada nə edirik? 5 vur i deyil. Burada artıq başqa olacaq. Deməli, burada nə edirik? Yazırıq i plus vurma işarəsi plus j. Burada yazırıq ki, i vur j. Burada niyə belə yazdıq? Bizdə məsələn nə alınacaqdı? Məsələn, nə olmalıdır? 1 vur 1 bərabərdir 1 olmalıdır. Birin biri budur. Vurma işarəsi olur, sonra 1 olur. Sonra bərabər işarəsi, sonra hasili. Baxaq nəticəyə. Baxaq. 1 vur 1. Gördüyümüz kimi 1-i 1-dən 9-a ədədlərə 1-1 vurur. Sonra 2. 2-ni 1-dən 9-a vurur. 3. 3-ü 1-dən 9-a vurur. 4. 4-ü 1-dən 9-a vurur. 5. 5-i 1-dən 9-a vurur. Gördüyümüz kimi burada i sabit saxlanılır. Məsələn, i bir dəfə 1 olur. Sonra i 1 olur. Bu j 1-dən 9-a sıralanır axı. i 1 olduqda j 1-dən 9-a sıralanır və 9 dəfə işləyir. Yəni i sabit qalır 1. Burada gördüyümüz kimi. i 1 dəfə sabit qalır. Sonra j 1-dən 9-a sıralanır. Ona görə də burada 1-in vurma cədvəli çıxır. Yəni 1 sabit qalır, 1-dən 9-a sıralanır. Bu da olur 1 vur 1 bərabərdir 1. Sonra olur bu i sabitdir. 1 vur 2 bərabərdir 2. 1 vur 3 bərabərdir 3. Yəni j sıralanır bu qaydada. Sonra j 9-a qədər sıralandan sonra bitdikdən sonra qayıdır başa i olur 2. i olur 2 və j 9 dəfə sıralanır. Olur 2 vur, bu i 2 olur. 2 vur 1 bərabərdir 2. 2 vur 2 bərabərdir 4. 2 vur 3 bərabərdir 6. Bu qaydada gedir. Yəni bu qaydada artıq 9-a qədər bütün ədədləri bir-bir sıralanmış olur. Yəni bu qaydada iç-içə forları yaza bilirik. Amma dediyim kimi dəyişənləri ayrı-ayrı yazmağımız yaxşı olar ki, qarışmasın. Yoxsa böyük bir qarışıqlıq yaranar. Forun içində while da yaza bilərik. Məsələn, hər hansı bir şeylər nə istəsək yaza bilərik.
Məsələn, İç-içə dövrlərdə, məsələn, bir dənə də while-a aid nümunə göstəreyim. Məsələn, belə deyək. Tutaq ki, biz bayaq yazdığımızın eynisini burada while-dan da istifadə edirik. Yazaq burada, belə deyim, let j bərabərdir 0, j bərabərdir 0. Burada yazıram while, məsələn, j kiçik bərabərdir 9-dan, j-ni 1 eləyək daha doğrusu. 1, j kiçik bərabərdir 9-dan bu şəkildə yazdıq. Buna axırında j++ yazırıq. Həmin console log ifadəsini burada da yazırıq. Console log ifadəsini burada yazırıq. I plus vurma işarəsi plus j plus bərabərdir işarəsi plus i vuraq j. Bu şəkildə yazırıq. Nəticəyə baxaq. Gördüyümüz kimi eynindən çıxır. For-un içində while yazırıq bu şəkildə. Bayaqki ilə tamamilə eyni məntiq, eyni nəticə. For-un içində while yaza bilərik, while-in içində while yaza bilərik, while-in içində do while yaza bilərik. Nə istəyiriksə yeyə bilərik. Hətta iç-içə 3 dənə də for yaza bilərik, 5 dənə də for yaza bilərik. Bizim məsələyə uyğun nə lazımdırsa onu yaza bilərik. Bu şəkildə. Növbəti dərsdə görüşənə qədər.